Qardaşınız qiymətləri artır. Baxın, bilirsiniz, qiyməti artırdıqca keyfiyyətsiz məhsulları yığışdırır, yerinə keyfiyyətli məhsullar gətirir. Çünki artıq Avropada açılacaq, bir çox yerlərdə açılacaq inşallah. Ölkə xaricində çıxmaq üçün, qlobala çıxmaq üçün ona görə keyfiyyətli şeylər eləməyimiz lazımdır. Dünyaca tanınan nədir? Lotus təbii ki də hamımızın bildiyi Lotus. Lotusu mən gül olaraq bilirəm, bilməm indi düz bilirəm, səhv bilirəm, hər nədirsə. Deməli, Lotusun bu kremidir, pastasıdır, hər nə idi? Yaxırıq, əvvəla fıstıq pastası kimi. Bunu qəşəng-qəşəng yaxırıq beləncə. Videonu kəsələməyəcək, nəysə. Bunu özüm üçün edirəm. Nəysə, boş verin. Bu əslində biraz, belə fərz eləyin də. Bundan biraz səliqəli. Nəysə, bu özüm üçün elədim. Yola verdi, elə fərz eləyin. Nə qədər fərz elədiniz, boş verin. Bax. Qoyuruq banan. Banan istəsəz qalın dilim qoyaram, istəsəz nazik dilim qoyaram. Bu sizin istəyimizlə bağlıdır. Qoyuruq. Deməli, çevirdik bunu. Şimdi diyəcəksiniz, moment salfetkada versən. Yox, boş qabda verirəm. Prosta İndi özüm üçün düzəldəndə boş qaba heyfim gəlir. Boş nəyə boş qab israf eləyim ki? Üstünə vırıq siropunu qəşəng. Bu sirop dediyimiz varyonoz qışonkadır. Biraz da dad qatmışıq buna özümüz. Special eləmişik bunu, yəni özümüzə məxsus. Üstünə nə gəlir? Təbii olaraq peçenkası Lotusun. Lotusun peçenkasını baba bir tərəfinə tökürük baba burasından. Baba. Oy. Ağzıma su yaxdı. Bunu təzə gətirmişəm. Bu specialdır. İndi Lotus sevərlər bilirlər. Nəsində, beləncə kağızda versək, nəsə yaxşıdır. Uy lələ. Bax, tutma qaydasında öyrədirəm. Bir əliniz buradan, bir əliniz burada. Baba, deytə çıxırlar. Tutan bədi, Allah şeytan lənət eləsin. Gözlədiyi. İki də gözlə qaraşlar arasında. Baba. Baba, bir dənə tutuşaq, bir dənə baba. Bax, bismillah. Bu da başqa eləmdir. Əvvəllər üçlü izləmək yedim. İndi yiyəmirəm çünki böyütmüşük. Normalda üstündə bir dənə peçenkasında hədiyyə elədik. Lotusun dadını tutması. Baba. Boğazımda qalmışdı bir cünkaya. İt nəfsi qohumdan gözünü saldıya qalsın. Neyse, öpürəm sizi. Allah'a emanet olun. Hər birinizi o sənət əsərinə gözləyirik. Sağ olun, görüşmək üzrə.